Salam dostlar. Bugünkü mövzumuz histologiya bölməsi, hüceyrə strukturları və onların funksiyaları testlərinə baxırıq. Birinci sual. Yunancadan fagos sözünün tərcüməsi. Fagos Yunanca udmaq deməkdir. Mitos sözü sap, tel mənasına gəlir. Xondrion mitoxondrida olan sözdür. Dən, dənəvər deməkdir. Sitos hüceyrə mənasını verir. Lizis sözü, lizosom sözündə lizis həll edirəm deməkdir. Membran sözü dəri, örtük deməkdir. 7-ci sual. Robert Hooke aşağıdakıların hansını tədqiq edərkən hüceyrə terminini işlətmişdir? Robert Hooke öz mikroskopu ilə ağacın mantar kəsiyinə baxır və hüceyrə anlayışını məhz elmə gətirir. Sentriollar. Baxaq. A. Zülalların sintezində iştirak edir. Bu, ribosoma aiddir. B. Nuklein turşularının parçalanmasına kömək edirlər. Nuklein turşularının parçalanmasına lizosomlar kömək edə bilər. Z. Hüceyrənin bölünməsində iştirak edirlər. Bəli, sentriol, yəni hüceyrə mərkəzinin əsas funksiyası hüceyrənin bölünməsində iştirak etməkdir. 9. Xarici mühitlə və qonşu hüceyrələrlə bilavasitə qarşılıqlı əlaqəni təmin edir. Bilavasitə əlaqəni təmin edən qlafdır. Yəni, qlafın funksiyalarından biri məhz budur. 10. Yağların və karbohidratların sintezi gedir. Endoplazmatik şəbəkə də bunu sintez eləyə bilir. Golgi aparatı da sintez edə bilir. 11. Həyat fəaliyyətləri üçün zəruri olan zülallar sintez olunur. Zülalı sintez edən ribosomdur. Ribosom harda varsa, orada zülal sintez olunacaq. Biz də bilirik ki, mitoxondriyada da ribosom var, plastidlərdə də var. Demək, onlar öz həyat fəaliyyətləri üçün zülal sintez edə bilər. 12-ci sual. Membransız hüceyrə strukturları. Nüvə 2 membranlıdır. Ribosom membransızdır, hüceyrə mərkəzi də membransızdır, nüvəcik də membransızdır. Bəli, B variantı uyğundur. Lizosom 1 membranlıdır, Golgi aparatı 1 membranlıdır, endoplazmatik şəbəkə 1 membranlıdır. Polisomlar ribosomdur, çoxlu sayda ribosomdur, membransızdır. Hərəkət orqanoidləri və nüvə burada 2 membranlıdır. Vakol 1 membranlıdır, mitoxondri 2 membranlıdır. B variantı düzdür. 1 membranlı hüceyrə strukturları. Polisomlar membransızdır. Nüvə 2 membranlıdır. Ribosom membransızdır. Lizosom, Golgi, endoplazmatik şəbəkə, bəli, bunlar 1 membranlıdır. 14. Hüceyrədə olan karbon qazını hansı orqanoidlər istifadə edir? Karbon qazını xloroplastlar istifadə edəcək. Onlar karbon qazı və sudan, yəni işıqda bu proses gedir, fotosintez edəcək, üzvü maddə hazırlayacaq. 15. Ali bitki hüceyrələrində olmur. Ali bitki hüceyrələrində hüceyrə mərkəzi deyilən orqanoida rast gəlinmir. Sərbəst oksigen əmələ gətirə bilər. Yenə xloroplast fotosintez prosesini həyata keçirir və bu zaman oksigen qazı da əmələ gəlir. 17-ci sual. Hüceyrəyə daxil olan oksigenin çox hissəsini işlədən orqanoid mitoxondri hüceyrə daxili tənəffüsdə iştirak eləyir. Təbii ki, oksigenin daha çox hissəsini o istifadə edəcək. 18. Heyvan orqanizmində hüceyrə tənəffüsünü təmin edən quruluş və ya orqanoid bu mitoxondrilərdir. 19. Hansı hüceyrə ən sadə quruluşa malikdir? Ən sadə quruluşa malik hüceyrə bakteriya hüceyrəsidir. Biz də buradan bakteriya hüceyrəsini tapmalıyıq. Streptokok, bəli, bakteriya hüceyrəsidir. Lizosomlar formalaşır. Lizosomlar Golgi kompleksində formalaşır. 20. Bitki hüceyrəsinin ikiyə bölünmə yolu ilə çoxalan orqanoidlər. Əgər o
orqanoidin tərkibində DNT varsa, o ikiyə bölünmə yolu ilə çoxala bilər. Mitoxondrilər və xloroplastlar bu xüsusiyyətə malikdir. 22-ci suala baxırıq. Bitki hüceyrəsinin nuklein turşularının sintezini həyata keçirən orqanoidlər. Nuklein turşuları DNT və RNT-dir. Yenə xloroplastlar və mitoxondrilərdə bu proses baş verir. Həm xloroplastda, həm mitoxondridə DNT var. DNT-dən RNT sintez olunur. Həmçinin DNT özünü də sintez eləyə bilir. 22. Yunan mənşəli karyon sözü. Yunanca karyon nüvədir. Latınca buna uyğun gələn nukleusdur. Latınca nukleus nüvə adlanır. 24. Hüceyrənin inkişaf vahidi olmasını ilk dəfə sübut etmişdir. Karl Baer ilk dəfə sübut elədi ki, hüceyrə canlının təkcə quruluş yox, həmçinin inkişaf vahididir. 25. Heyvan hüceyrəsində iki hissəcikdən ibarətdir. Bir ribosomlar iki hissəciklidir, amma qeyri-bərabər ölçülü hissəciklərdir. Bir də hüceyrə mərkəzi iki eyni ölçülü hissəcikdən təşkil olunur. 26. Hüceyrədə müxtəlif ölçülü iki hissəcik, müxtəlif ölçülü ribosomdur. 27-yə baxırıq. Bir-birinə perpendikulyar yerləşmiş iki cisimcikdən təşkil olunub hüceyrə mərkəzi. Bütün canlı hüceyrələrdə olan struktur ribosomdur. Yəni ribosom həm bakteriyalarda var, həm bitki, həm göbələk, həm də heyvanlarda rast gəlinən strukturdur. Ən qədim strukturlardan biridir. Hüceyrənin hansı orqanoidi hesabına plazmatik membranın təzələnmə prosesi baş verir? Bunu yerinə yetirir Holzhey kompleks. 30. Dənəvər endoplazmatik şəbəkə üçün yanlışdır. Baxaq, A variantı. Kanal və boşluqların membranında çoxlu miqdarda ribosoma rast gəlinir. Bəli, bu düzdür. Mitoxondri olan hüceyrələrdə təsadüf olunmur. Mitoxondri bir bakteriyalarda yoxdur. Yerdə qalan bitki, göbələk, heyvanlarda mitoxondri var. Həmçinin endoplazmatik şəbəkədə var. Təsadüf olunur. Bir membranlı hüceyrə strukturudur. Bəli, zülal sintezində iştirak edir. Bəli, çünki üzərində ribosomlar var. Bakteriyalarda təsadüf olunur. Bəli, bakteriyalarda hüceyrə orqanoidlərindən ancaq ribosoma rast gəlinir. 31. Həm prokariot, həm də eukaryotlara xasdır. Demək, mitoxondri prokaryotlarda olmaz, hüceyrə mərkəzi olmaz, mitoxondri olmaz, hüceyrə mərkəzi yoxdur, formalaşmış nüvələri yoxdur, amma nuklein turşuları hər ikisində rast gəlinir. 32-ci sual. Bitki hüceyrəsində karbohidratların sintezi və toplanması müvafiq olaraq baş verir. Karbohidratlar sintez olunur xloroplastda, amma ehtiyat şəklində toplanılır leykoplastlarda. ATF sintez olunur. ATF-i sintez eləyən mitoxondridir. Qran. Qran biz bilirik ki, qranlar xloroplasta aiddir və xloroplastın daxili membranıdır. Membranının qırışlarıdır. B variantı. Amma krista mitoxondriya aid anlayışdır. Mitoxondrinin daxili membranının qırışlı çıxıntısı krista adlanır, mənası pipik çıxıntı deməkdir. 36. Hüceyrənin ən qədim orqanoidlərindən biri. Qamçı ən qədim hərəkət orqanoidlərindən biri sayılır. 37. Hüceyrənin ən qədim strukturu biz burada yəni ən qədim bakteriyalarda olan strukturu seçməliyik. Xromosom bakteriyalarda var. 38. Hüceyrə daxili həzm prosesini həyata keçirən orqanoidin formalaşdığı bir membranlı orqanoid.
Hüceyrə daxili həzmi yerinə yetirir lizosom. Lizosom harda formalaşır? Golgi kompleksində formalaşır. 39. Karyon sözü Yunan dilində tərcümədə nüvə deməkdir. Nukleus sözü isə latınca nüvə deməkdir. 41. Qeyd edilən orqanoidlərdən quruluşuna görə xloroplastlara daha çox oxşar olan mitoxondrilərdir. Hər ikisi iki membranlıdır. Hər ikisinin daxili membranı qırışlı, xarici membranı hamardır. Hər ikisində ATF sintez gedir. DNT, RNT-yə malikdir. Hər ikisində ribosomlar var. Zülal sintezi gedir. Yəni bunlar bir-birinə oxşar orqanoidlərdir. 42. Qeyd edilən orqanoidlərdən quruluşuna görə mitoxondrilərə daha çox oxşar olan xloroplastdır. 43. Xlorofilə canlıların neçə aləminin nümayəndələrində təsadüf edilir? Xlorofil demək, rast gəlinir. Bakteriyalarda var xlorofil, düzdürmü? Həmçinin bəzi bir hüceyrəli heyvanlarda var, bir də bitkilərdə var. 3 aləmdir. Göbələklərdə xlorofil olmur. 44-cü sual. Bitki orqanizmində hüceyrə tənəffüsünü təmin edən struktur və ya orqanoid. Hüceyrə daxili tənəffüsü yerinə yetirən mitoxondri orqanoididir. Hansı canlılarda hüceyrə divarına rast gəlinər? Hüceyrə divarı bitkilərdə, bakteriyalarda, bir göbələklərdə olur. Parmeliya şibyədir. Onun tərkibində göbələk də var, bitki və ya bakteriya da ola bilər, götürə bilərik. Laminariya yosundur, bitkidir, hüceyrə divarı var. Siyanobakteriyalar, təbii ki, bakteriyalarda da var hüceyrə divarı. Levrokok, o da bakteriyadır, hüceyrə divarına rast gəlinir. Amma amöb heyvandır, amöbdə rast gəlinməz. 1, 2, 3 və 4 C variantını götürə bilərik. 46-cı suala baxırıq. Laboratoriyada bir hüceyrəni mikroskopla araşdıran bir tələbə onun evkaryot bir canlıya aid olduğu qənaətinə gəlir. Buna səbəb aşağıdakılardan hansı ola bilər? Hansı ola bilər? İrsi materiala malik olmaq. İrsi material, yəni DNT və ya xromosom da deyək. Prokaryotlarda, bakteriyalarda var. B-yə baxaq. 2 lipid cərgəsinə malik orqanoidin olması. Bəli, 2 lipid cərgəsinə malik orqanoid, yəni bir membranlı orqanoiddir. Bir membranlı, ümumiyyətlə membranlı orqanoidlər evkaryotlarda olur. Prokaryotlarda ancaq ribosom var, membransız orqanoidlər. B variantını götürə bilərik. 47. Bir hüceyrəlilərin yalnız bir qismində rast gəlinir. Sitoplazmaya. Sitoplazma hüceyrənin quruluş strukturlarından biridir. Bir hüceyrəlilərin hamısında var. Plazmatik membran var. Ribosom dediyi bütün canlı aləmdə var. DNT təbii ki var. Hüceyrə divarı. Məsələn, bir hüceyrəli heyvanlarda yoxdur. Amma məsələn, bir hüceyrəli bitkilərdə var, bir hüceyrəli göbələklərdə var, amma bir hüceyrəli heyvanlarda yoxdur. 48. Anabalizm prosesini həyata keçirməyən hüceyrə orqanoidi. Anabalizm maddələr mübadiləsinin demək bir prosesidir. Maddələr mübadiləsi anabalizm və katabalizm deyilən proseslərə ayrılır. Anabalizm üzvü maddələrin sintezidir. Ribosom zülal sintez eləyəcək. Golgi kompleksi lipid, karbohidrat sintez eləyəcək. Mitoxondridə zülal sintezi həyata keçir. Endoplazmatik şəbəkə dənəvərində zülal, amma endoplazmatik şəbəkədə lipid, karbohidratlar sintez olunacaq. Amma lizosom deyilən orqanoiddə sintez prosesi getmir. Əksinə lizosomda katabalizm, yəni sintez olunmuş maddələrin həzmi, hüceyrə daxili həzmi baş verir. Rəngli cisim nədən ibarətdir?
Rəngli cisim, yəni xromosom. Xromosomun da tərkibində DNT var, bir də zülal var. A variantı. 50-ci sual. Evkaryot hüceyrələrdə amin turşularının zülallarda ardıcıllığı haqqında məlumat əsasən hansı strukturlarda saxlanılır? Ümumiyyətlə, zülallar haqqında ilkin məlumat DNT-də saxlanılır. DNT də evkaryotlarda əsasən yəni də nüvədə olan bir hissəcikdir. Nüvəni götürə bilərik. Burada fikir verək, variantlardan bizə mitoxondri və xloroplast göstərilmir. DNT də bu variantlar içərisində nüvədə olar. Canlı orqanizmlərin 4 aləminin hamısında rast gəlinən orqanoid hansıdır? Ribosom. Ribosom dedik ki, 4 aləmin bütün nümayəndələrində rast gəlinir. Hansı orqanoid fəaliyyəti zamanı ən çox karbon qazını buraxır? Karbon qazını buraxan hüceyrə daxili tənəffüsü yerinə yetirən mitoxondridir. O daha çox oksigen istifadə eləyir və daha çox karbon qazını xaric eləyir. Ribosom hansı maddələrdən ibarətdir? Ribosomun tərkibində bir ribosom elentisi var, bir də zülal var. 54-ə baxaq. Fagositozda iştirak edən bir membranlı hüceyrə orqanoidi hansıdır? Fagositoz udmaq deməkdir. Bir membranlı orqanoid də lizosomdur. Lizosom hüceyrə daxili həzmi yerinə yetirir. Yəni, hüceyrəyə daxil olmuş qida maddələri ətrafında həzm vakuumunu əmələ gətirir. Bu lizosomdur. Fəaliyyəti zamanı ən çox oksigen ifraz edən, yəni xaric edən orqanoid hansıdır? Xloroplast. Yəni fotosintez eləyəcək, oksigen qazını xaric edəcək. 56. Həqiqi ölçüsü göstərilmiş canlını Anton van Leeuwenhoek öz mikroskopunda maksimum hansı ölçüdə görə bilərdi? Həqiqi ölçüsü 0,5 nanometr verilib. Biz də bilirik ki, Leeuwenhoekun mikroskopu cismi 270 dəfə böyüdürdü, düzdürmü? 270-i vurmalıyıq 0,5-ə. Yəni 2-yə bölməliyik. 2-yə bölsək, bu da eləyəcək 135 nanometr. C variantı uyğundur. 57-ci suala baxırıq. Heyvan hüceyrələrində A. Membransız orqanoid hüceyrə daxili həzmdə iştirak edir. Hüceyrə daxili həzmdə lizosom iştirak edir. O membransız deyil, bir membranlıdır. Bu səhvdir. B. Hərəkət orqanoidinə rast gəlmək olar. Əlbəttə ki, olar. Məsələn, amöb, yalançı ayağı var, yaşıl evqlen, qamçısı var, infizor tərli kirpicikləri var. Bu düzdür. C-yə baxaq. Əksər iki membranlı orqanoidlər irsi daşıyıcılara malik deyil. Məsələn, əksər heyvanlarda iki membranlı orqanoid mitoxondridir. Mitoxondrinin tərkibində DNT var, yəni irsi əlamətlərin daşıyıcısı var. Səhvdir. D. ATF sintez edən orqanoidlər özünü törədə bilmir. ATF sintez eləyə bilir mitoxondri. Mitoxondri özünü çoxalda bilir, çünki DNT-si var. E. Həm xloroplast, həm də mitoxondri matriksə malikdir. Xloroplast matriks deyil. Mitoxondrinin yarılmai mühiti matriks adlanır. Xloroplastda strom adlanır. Bu da səhvdir. 58. Şəkildəki orqanoid üçün doğru fikri müəyyən edin. Biz şəkildə gördüyümüz Holgi kompleksidir. A. Dənəvər hamar tipləri var. Xeyr, bu endoplazmatik şəbəkəyə aiddir. B. 2-yə bölünməklə çoxala bilmir. Bəli, Holgi kompleksində DNT yoxdur. 2-yə bölünüb çoxala bilmir. 2 lipid qatı və 4 lipid cərgəsi var. Bir membranlı olduğuna görə lipid qatı bir dənədir. 2 dənə də lipid cərgəsi var. Bu da səhvdir. Siyanobakteriyalara rast gəlinir. Ümumiyyətlə dedik ki, bakteriyalarda ancaq ribosom var. İşıq enerjisini udmaq qabiliyyətinə malikdir. Bu da xloroplasta aiddir. 59.
Ən qədim xlorofilli orqanizmlər. Ən qədimi dediyinə görə biz göy-yaşıl yosunlar və ya siyanobakteriyaları seçirik. 60. Hüceyrədaxili həzm prosesini həyata keçirir. Bu lizosomun funksiyasıdır. 61. Hüceyrə mərkəzi A. Hüceyrə daxilindəki osmotik təzyiqin nizamlanmasında iştirak edir. Bu hüceyrə mərkəzinin funksiyası deyil. B. Maddələr mübadiləsi məhsullarının ifrazatını təmin eləyir. Xeyr. Hüceyrənin bəli, hüceyrə mərkəzinin funksiyası hüceyrənin bölünməsində, yəni çoxalmasında iştirak etməkdir. 62. Faqositoz göstərilənlərdən hansı üçün səciyyədir? Faqositoz ancaq heyvan hüceyrələrində rast gəlinir. Yəni 4 aləm içərisində heyvanlar aləmində faqositoz prosesinə rast gəlinir. 63. Hüceyrə nəzəriyyəsinin əsas müddəalarına aid edilə bilməz. Hüceyrə nəzəriyyəsinin 4 müddəası var, düzdürmü? Bu müddəalar hansılardır? Birinci müddəa o idi ki, hüceyrə canlının ən kiçik quruluş və inkişaf vahidi, yəni B variantında bu birinci müddəadır. İkinci müddəa hüceyrələr demək, quruluşuna, kimyəvi tərkibinə, maddələr mübadiləsinin gedişinə, həyat fəaliyyətinə görə oxşardır. Düzdürmü? Bu da D variantı aiddir. Üçüncü müddəa o idi ki, hüceyrələr bölünməklə çoxalır. Yəni hər bir qız hüceyrə ana hüceyrə bölünərək qız hüceyrələr əmələ gətirir. Yəni çox hüceyrənin bölünməsinə, çoxalmasına aid müddəadır. Bu da getdi. Sonra dördüncü müddəa o idi ki, mürəkkəb quruluşlu çox hüceyrəli orqanizmlərdə hüceyrələr ixtisaslaşır, toxuma və orqanları əmələ gətirir. Bu da sinir humoral yolla tənzim olunur. İstənilən çox hüceyrəli orqanizmin inkişafı hüceyrədən başlayır. Bəli, bu da üçüncü müddəanın fikrinə uyğun gəlir. Amma hüceyrə nəzəriyyəsində xromosomlar haqqında, genlər haqqında heç bir məlumata rast gəlinmir. 64-cü sual. Bakteriyalar barəsində doğru olmayan mülahizə. Baxaq. Bakteriya hüceyrəsi fermentlərin və bioloji fəal maddələrin zəngin dəstinə malikdir. Bəli. Bakteriyalarda sitoplazmaya möhkəm yapışan plazmatik membran var. Bakteriyaların DNT bir xromosomda yerləşir, halqa formasındadır. Bəli. Bakteriya hüceyrə orqanoidlərinin bir çoxu yoxdur. Bakteriyalar cinsi yolla sürətlə çoxalır. Xeyr, qeyri-cinsi çoxalır. Onlar cinsi yolla çoxala bilmir.